Azərbaycanda fəaliyyət göstərən istedadlı və kreativ insanlara öz ideyaları və arzularını reallaşdırma imkan verən Infiproetika daha bir maraqlı layihəyə öz imzasını atıb. Azərbaycanda ilk startup müsabiqəsi olan Baku Startup Competition 2012-nin final mərhələsi keçirilib. Venture sərmayələri sahəsinə ixtisaslaşan Infiproetika şirkəti tərəfindən 2012-ci ilin noyabr ayında start verilmiş Baku Startup Competition 2012 müsabiqəsi 25 dekabr 2012-ci il tarixinədək layihələrin qəbulunu həyata keçirib. Müsabiqə çərçivəsində Infipro Inc. şirkətinə 30-a yaxın maraqlı ideya və layihə təqdim olunub. Təqdim olunan layihələrə baxılandan sonra 28 dekabr 2012-ci il tarixində münsiflər heyəti tərəfindən top 3 layihə müəllifləri seçilərək finala vəsiqə qazanıb. Müsabiqənin final mərhələsində seçilmiş top 3 layihə müəllifləri öz layihə ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Nəticədə Rəhman Məmmədovun Nevvo layihəsi münsiflər tərəfindən ən uğurlu layihə ideyası kimi dəyərləndirilərək müsabiqənin qalibi elan olunub. Qalib layihənin həyata keçirilməsi üçün lazım olan maliyyə dəstəyi məhz Infiproetika şirkəti tərəfindən həyata keçiriləcək.